insan şükür etməlidir Rəbbinə, ona verilən hər bir şeyə görə. Bu libas hansı ki geyinirsən, hansı ki övrətini örtür, gizlədirsən, o məişət əşyaları hansı ki istifadə edirsən, o alətlər hansı ki istifadə edirsən gündəlik həyatında da, hətta müharibədə də və qeyrisində də, o gəmilər hansı ki insanlar minir və ya quruda olan o nəqliyyat və havada olan o nəqliyyat hansı ki insan istifadə edir, ehtiyacı olduğu və faydalanır. Hətta dəmir hansı ki Allah Taala nazil edib insanlar üçün, baxmayaraq onda şiddət var, lakin onu insanlar üçün faydalı edib. Bütün bunlar hamısı haqq edir ki, insanlar Rəblərinə şükür etsin. Lakin əksər insanlar qafildir bundan və Rəblərinin şükründən qafildir. Əksinə Allaha qarşı inadkardırlar, təkəbbürlüdürlər, kobuddular və bu nemətlərə qarşı da nankordur. Əksinə bəziləri bu nemətləri başqalarına zülmdə istifadə edir. Bu nemətləri başqalarına zülmdə istifadə edir və ya öz nəfslərinə zülmdə istifadə edir, günahlarda istifadə edir.